Azərbaycan Karate Federasiyasının təqvim planına uyğun olaraq Qarabağ Karate Klubunda yeniyetmə, gənc və uşaq karateçilər üçün kəmər imtahanları uğurla baş tutub. İmtahanların nəticəsinə əsasən 70-ə yaxın idmançı müvafiq kəmər sertifikatları və federasiyaya məxsus üzvlük vəsiqələri ilə təltif olunub. Bu vəsiqələr gənc idmançılara federasiya tərəfindən təşkil olunan seminar və turnirlərdə iştirak imkanı yaradır. Həmçinin tədbir zamanı 14-15 martda keçiriləcək Şəhid Elzar Yusubova həsr edilmiş Qarabağ turniri barədə ətraflı məlumat verilib. Azərbaycan Karate Federasiya Prezidentinin köməkçisi Vüsal Abdullazadə bildirib ki, bu cür tədbirlərin əsas məqsədi idmançıların peşəkarlıq səviyyəsini artırmaqla yanaşı, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir. Qarşıda Azərbaycan Karate Federasiyasının təqvim planında daha böyük mötəbər layihələr var. Aprel ayında Grand Prix Azərbaycan beynəlxalq turniri olacaq. Digər ölkələrdən də bir çox idmançılar iştirak edəcək. Və bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Karate Federasiyasının nəzdində ondan çox karate üslubları fəaliyyət göstərir və ümumi üzvlərimizin sayı 20 min üzərindədir ayrı-ayrı üslublar üzrə və hər həftə içi günlər təqvim plana uyğun olaraq burada keçirildiyi kimi tədbirlər digər bizim idman zallarımızda da bu ənənə davam edir. Qarabağ Karate Klubunun məşqçisi İbrahim Eydərovsa klubda keçirilmiş kəmər imtahanları və martda təşkil olunacaq xatirə yarışından danışıb. Azərbaycan Karate Federasiyasının təşkilatçılığı 14-15 mart 2026-cı il tarixlərində təşkil olunacaq Qarabağ Open turniri bizim üçün çox böyük əhəmiyyət daşıyır. Bu yarış Qarabağ klubunun təşəbbüsü ilə şəhidimiz Elzar Yusubovun xatirəsinə həsr olunur. Turnirdə əsas məqsədimiz yeniyetmə gənclər arasında idmanın, xüsusilə də karatenin dəstək olmaq, onların sağlam həyat tərzini aşılamaqdır. Bu yarış təkcə medal uğrunda mübarizə deyil. Burada uşaqlar intizamı, hörməti və karate bir idman növünə daha çox həyat məktəbidir. Şəhidimizin adını daşıyan bu turniri keçirməkdə gənc nəslə həm idmanı sevdirir, həm də qəhrəmanlarımızın adını daimi əbədiləşdiririk. Bu bizim üçün böyük qürur və məsuliyyətdir. Qeyd edək ki, belə tədbirlər yalnız gənclərin bacarıqlarını artırmaqla kifayətlənmir. Eyni zamanda idmançılar arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə də töhfə verir.